illərdir hazırladığım nənəmin resepti ilə çox dadlı, möhtəşəm, pambıq kimi süd çörəyi hazırladım. İstədim sizlərlə bu reseptlə paylaşım. Siz də hazırlayın, çox sevəcəksiniz. İnanılmaz çox dadlı alınır. Keçək hazırlamağına. Mənə lazım olan ərzaqlar: un, şəkər, süd, quru maya, sarı kök, bir yumurta ağlı sarılı və kərə yağı əridilmiş. Başlayaq hazırlamağa. Çox tez hazırlanır. Əsas xəmirin özünə gəlməyidir. Una, şəkəri əlavə edirəm, mayanı, sarı kökü, quru ərzaqların hamısını əlavə etdim. Qatışdıraram. Belə balacanda qoyaq. Süd, ilıq süd olmalıdır. Yəni ev temperaturunda yox. Xəmir qəşəng gəlsin deyə biraz ilıq etmək lazımdır. Bir yumurta ağlı sarılı və yağ. Qramların həmişə olduğu kimi video aşağısında paylaşacağım. İlk qaşıqla qatışdırandan sonra belə özünü tutanda onu da yoğuracağım. Onda da bilinəcək, un lazım olacaq, olmayacaq. Hələ əlavə etməmişəm, gördüyünüz kimi kənarda saxlamışam. Çünki bəzən undan asılıdır. Elə olur ki, bəzən 4 stakan un bəs eləyir tam. Bəzən lazım olur. Ona görə, yəni ola bilsin ki, lazım olsun bizə. Belə saqqız kimin oldu? 4 stakan unla. Ona görə un əlavə edirəm. Qaşığı da qoyuram kənara. Hamısını birdən əlavə etmirəm, hissə-hissə. Xəmir özü çox qəşəng xəmir alınır. Bol yağlı, sarı kök də rəng verir, qəşəng olur. Belə yoğurdum. Hələ də yoğururam. Baxın, belə yapışmayan qəşəng xəmir alınır. Unun yarısını da əlavə elədim. Unu saxlamışdım ki, göstərim sizə. Yəni 4 stakan və yarısını əlavə elədim. Dediyim kimi una görə problem ola bilər. Bəzən lazım deyil. Bunu da qəşəng yoğururam. Kim istəsə, kimin xəmir maşını varsa orada yoğura bilər. Xəmir hazır oldu. Baxın, nə qəşəng xəmirdə. Super, bu xəmiri çox sevirəm. Sarı kökün də iyi gəlir. İndi bunu qəşəng qoyuram. Üzərini bağlayıram. Qoyuram isti yerdə qəşəng özünə gəlsin. Özünə gələndən sonra inşallah keçərik hazırlamağına. Xəmir baxın özünə gəldim. Yarım saatdır qoymuşdum kənarda isti yerdə qəşəng özünə gəlsin. İndi başlayırıq hazırlamağa. Xəmiri 2 hissəyə bölürəm. 2 dənə hazırlayacağım. Belə asta-asta şəkilləndirirəm. Xəmir o qədər yumuşaqdır. Çox belə bir pambıqdır. İndi astaca belə üstündən bu şəkildə, yəni oxlu ilə açmıram, əllə. Bu qədər. Baxın, bu qalınlıqda olmalıdır. Bu şəkildə. Bunu qoyuram listəm. Yağlı kağızın üstünə. Hazır oldu. Yəni bu şəkildə də qoyuram. Bir 5 dəqiqə dinlənsin. Xəmir 5 dəqiqə dinlənənə qədər mamam da gəldi. Salam mamam. Salam. İndi mamam davam edəcək. Mama qaldı üstünü vilkalamaq, yumurtalamaq. Yəni öz reseptimdir. Özün bilirsən. Sən öyrətmisən mənə. Sobanı da yandırmışam. 180 dərəcədə qoymuşam ki, isti olsun. Veririk, hə? Bəzək veririk. Bəzək verir, sonra yumurtalayıq. Sonra yumurtalayırıq, yumurtanın sarısı ilə. Başqa heç nə əlavə etməmişəm. Bəzəklədik, yumurtalayaq. Bu qədər. 5 dəqiqədə, 10 dəqiqədə mama dedi saxlayırıq və sonra qoyuram sobaya. Abunə butonuna basın və like qoyun. Sizinlə belə dadlı, rahat, sadə reseptlərlə paylaşım. Siz də hazırlayın. Nuş olsun.